Hər kəsə salam qızlar. Necəsiz? İnşallah yaxşı olun. Çox şükür, həmd olsun. Mən də çox yaxşıyam. Qızlar, sizin də uşaqlarınız CD kartını itirirmi bilmirəm. Rəna çox dəhşət çox itirir. Artıq bu neçənci kartda aldığımın sayını belə unutmuşam. Gedir ya avtobusda salır, ya məktəbdə salır. Burlok kimi sumkasına astım, onu da itirdi. Znaçok kimi boğazından astım, onu da itirdi. Son çarəm odur ki, artıq onu kartı kleyləyim. Çantasına kleylədim ki, bəs belə qaldırıb vursun. Başqa yolum yoxdur. İnanın, kartların içində sərvətlər itiririk də. Mən səhər 5 manat vururam, axşam gəlir ki, bəs kart itirmişəm. Son çarə olaraq artıq kartı ora kleylədim. İnşallah ki, bunun faydasını görərəm. İnşallah ki, artıq itirməz. Səhər-səhərdə hazırlaşırıq. Qızıma qardaş aparacaq bu günləri. O qardaşımla gedir. Mən də özüm təhcinə işə gedəcəm. Akşam mən işdən çıxandan sonra malımız gəlibdir. Müdür gətirib töküb buralara. İndi mən əynimi falan dəyişim eləyim. Bunların hamısını yerləşdirməliyim. Mən həm açotumu aparım, kassanı düzəldim. Daha sonra da işimi görə həm çəkiliş eləyim, həm də fikirləşdim ki, kəsə-kəsə eləməyim. Ona görə ki, üstündən səs yazmağa görə istədim ki, elə olduğu kimi, yəni biraz tezləşdirim, amma belə qalsın. Sizə bundan öncəki vlogumdakı söhbətləri deyim, ondan danışım. İzləyicimin mənə gətirdiyi hədiyyə, çiçəyi falan. Çox xanımlar çox qəşəng sözlər yazmışdınız. Çox təşəkkür edirəm. Çoxsu da qınamışdı. Biri yazmışdı ki, hələ görməmiş kimi. Yox, mən əslində nə idi görməsəm, Yasəməni çox görmüşəm, gözəl xanımlar. Sadəcə, nə bilim, mənə həmişə Yasəmən ilk çıxanda fərqli olurdu. İndi bu dəfə fərqli tərəfdən gəlmişdi mənə, ona görə biraz duyğulanmışdım. Nəysə, söhbətim, sözüm onda deyil. Çox xanımlar çox qəşəng sözlər yazmışdı. Başqaları da başqa sözlər yazmışdı. Orada ağladığımı falan demişdilər. Yox, əsla ağlamamışdım. Mən emosional insanam, biraz duyğulana bilərəm. Xanımın gözəl sözləri, orada hələ mən çox azın dedim də, bir-iki kəlməsini dedim mən sizə. Amma xanım çox qəşəng sözlər, çox gözəl ifadələr işlətmişdi mənə. Bir də o məndən danışa-danışa da əlimi tutmuşdu belə. İnanın qızlar, həqiqətən də insanın insana toxunmağı, necə istiliyini necə hiss elətdirməyini hiss eləmişdim də. Onda bəlkə də qarşımda dayanıb desəydi, bəlkə də bu qədər könlümə yol tapmazdı. Amma belə əlimi tutmuşdu xanım. Elə söhbət edirdi də məndən. Onun gözəl sözlərinə görə birazcıq mən yenə deyirəm, emosional insanam. Duyğularımı bol-bol yaşayıram. Sevincimi də, kədərimi də. Məni kədərimlə yerlə yeskən oluram, sevincimlə göylərə uçuram. Bu mənim əlimdə olan bir şey deyil də. Hər insan bir xasiyyəti, bir xarakteri var. Məsələn, mənə deyirlər ki, bəs çox yazırlar ki, sən əvvəl çox sakit idin, əvvəl belə deyildin, indi daha çox deyib gülürsən. Xanımlar, əgər ailə qurursansa, əgər birisinlə ömrünü birləşdirirsənsə, təbii ki, onun xoşuna gəlməyən şeylər üzərində özündə işləməlisən. Onun bəyənmədiyi, hər iki tərəfə də aiddir bu. O sözsüz, yəni kişi olsun, qadın olsun, bir-birinə ayaq uydurmaqdan ötürü, əgər qarşı tərəf bunu xoşlamırsa, onu həyatından çıxartmağı cəhd eləməlisən ki, bu bunu bəyənmir də. Bundan ötürü aramıza söz-söhbət düşməsin. Ola bilər mən bu işi biraz abartmış ola bilərəm. Türk demir, çox taviz vermiş ola bilərəm özümdən. Amma bəzi şeylər var ki, qarşı tərəfin xoşuna gəlməyən, istəmədiyi, razı qalmadığı şeyləri eləməkdən imtina eləyirsən ki, məsələn, bunu eləməsən daha yaxşıdır. Həmçinin də o tərəf sənə
Ola bilər mən əvvəllər hə düz deyirsiniz, başqa xarakterdə insan idim. Başqa xarakterdə olmağa məcbur bir insan idim, qoy belə deyim. Amma genel olaraq xasiyyətim budur. Mənim ata tərəfim o qədər deyib gülən insanlardılar ki, inana bilmərsiniz də. Mən yəni ata tərəfimə çəkmişəm. Məsəl üçün səhər-səhər mən gəlirəm işə, bütün yoldakı bütün xadimətçilərə salam verirəm, kommunal işçilərlə salamlaşıram, sabahınız xeyir deyirəm. Onların bəziləri bir şaşkın baxır da ki, bu məni hardan tanıyır, bəziləri də mənə mənim kimi qarşılıq verir. Məsələn, bir gözəl bir xanım görürəmsə, heç çəkinmədən gedib deyirəm ki, bu çox gözəl görsənsən də, çox qəşəng görsənsən, maşallah sənə falan də şaşırır belə, çox sağ olun, ay nə gözəl sözlər. Mən bunu deməkdən özümü geri çəkmirəm də. Şu kızlar hamısını yerləşdirdim, suları falan hamısını yığdım, yerləşdirdim. Acından ürəyim gedir, gətirim indi yeməyimi yeyim. Evdən bugün yemək gətirmişəm. Rasxod eləyib balası deyiləm. Qayça belə olur, zibilə gedir, tullanır. Tabii ki, qayça alıram. Toyudu kardeşimin, o da tacı başımın. Allah kutsak eləsin. Gedin, əliniz yağa bala batacaq. Allah sizi xoşbəxt eləsin. Parıl parıl kızlar. Gəlinin də bəzəyini görmədik. Daha neynəyib yox. Zaten gəlinlərin hamısı gözəl olur. Əvvəl hələ indi daha çox abartı makyaj edirlər. Daha çox tanınmaz hala gətirirlər də. Yəni qızdan əsər əlamət qalmır. Mənim o vaxtı gəlin bəzəyimdə yoldaşım içəri qapını açıb mənə baxıb məni axtarırdı. Mənə baxır, amma məni tanımır, məni axtarır. Deyir ki, bəs istədim ki, soruşam ki, bəs falan kəsə çağıra bilərsiniz. O qədər bəzəmişdilər ki mənə. Mən belə özümü bəyənməmişdim. Bəyənməmişdim deyəndə aşırı bəyənmişdim və bu mən deyildim deyirdim. Geçtim Ayqış. Hələlik sağ ol. Qaqam. Kapuç ürettirmek. En esnafta. Mən siyasətlə maraqlanmıram. Gedirəm qızlar. Bığlarım çıxıbdı, gedirəm lazerə. Qıza zəng eləmişəm saat 4-də gözdə. Saat 5-ə qalıbdı. Mən hələ indi çıxıram çünki işim bu günlərim çox idi. Zəng eləmişəm ki, sən Allah getmə gözlə məni. Burayla gedim bu günlərim çünki Qlavniyə gedirəm. Qlavndan o Qlavndadır. Normalda evə bu tərəfdən gedirəm. Avtozavod bu tərəfdəndir. Amma indi Qlavniyə ilə gedirəm deyə bu tərəfdən gedəcəm. Kızlar, mən seçimim burada. FI lazer var Qlavnada. Un vermaqla, o da un vermaqla qarşı-qarşıya burada
Efa lazer var. Mən həmişə deyəndə artıq 1 ildən çoxdur ki, o xanımın yanına gəlirəm. Çox razı qalıram. Çox çotki iş görür. Yəni razı qalacağım iş görür. Başqa yerlərə də getmişəm, amma iminli Efa lazer qədər oradan razı qalmamışam. Ona görə də bura gəlirəm. Qiyməti də mənə görə sərfəlidir. Artıq axşamda gəldim, evdəyəm. Ləmanın hardan düşdü bilmirəm. Beyninə sushi düşdü. Sifariş verdi, Sakura Setdən sifariş verdi. Ümumiyyətlə mən qətiyyən sushi sevmirəm. Heç vaxt sevməmişəm. Mənim beynimdə həmişə o nə qədər fikirlərimi dəyişmək istəsələr də, bəs oranın sushisi daha qəşəngdir, buranın sushisi daha qəşəngdir. Bir neçə yerdə yemişəm və yenə də fikrim dəyişməyibdir. Məndən ötürü o çox bərbad bir dadı tamı olan bir yeməkdir. Sevmirəm, yemirəm. Burada da bunlara qoşuldum, biraz dadına falan baxmış kimi yedim, amma yeməsəydim də, yeməsəm daha yaxşı olarmış. Məsələn, deyirlər ki, falan yerdə daha yaxşısı. Bax, sən falan yerdə sushi yeməyibsən, yesən düşüncələrin dəyişər. Həmin o falan yerdə də yemişəm, yenə düşüncələrim dəyişməyibdir. Qətiyyən mənim damaq dadım, yəni damaq zövqümə uyğun bir yemək deyil bu. Siz sevirsinizmi bilmirəm. Yəni altdan şərh bölməsində yazın, sevirsinizmi? Çeşidlərin adını da bilmirəm mən, sözün açığı. Burada burgeri falan var idi, yəni çox iyrəncdir. Görüntüsü belə yəni mənə ürəyimi bulandırmağa bəs edirdi də. Sadəcə bir iki çeşid var idi ki, Ləman dedi ki, bəs fikirlərini dəyişəcək o sənin. Amma heç bir fikrimi də dəyişmədi. Onlar çox ləzzətlə yedilər. Amma mən yəni yenə də eyni fikirdə qaldım. Və özümə bir daha söz verdim ki, bir də əsla sushini nə yeməyəcəm, heç dadına belə baxmayacağam. Demək. Pişmişdi. Hansı bu? Bu. Ondan görə elə dadır o pişmiş. Ben de falan çək. Bu demək pişmiş imiş, değil Buna mi? batır. Əlinlə elə qırma. Elədikdən sonra ayaqlarımızı türk usulü Hadi bu. sonra Zəncəfil də. çubuğumuz Zəncəfil. adı normal at. Bu çok pis dadır. O birini götür o balıqlını. Bundan da risk eləmirəm. Bunu nəsə sadə, istifadə Bu edirlər, mən çok də pis bilmirəm. dadır. Bu Bu da sadədir, bunun içində xiyar niyə var? Şey yoxdur onun. biraz yani. Kırır Ve benim gedib Sən qırma. könül xoşluğundan almaram. Ya bunu TikTok'ta yemişim dedi. Beğendiler. Niye kırdın ki? Kırmak daha rahat. Kırmasan daha yaxşı olarmış. Yok onda tutabilmem. Nerede? Hayır. Tamam. Koy görün bu nətərdir. Bu yaşlı bu. Demir yaşlanır. Bir de. Tamam. Ana var ki içində xiyar. Krevetka deyilsiz. Nə deyilsiz o Özür yaşlanmır. Her sipariş edip menüyü iade edersin tabii. Nerede bir şey? Sakurası. Tamam. O da öldü. Sən indi bunu. Qızlar, biraz bu yaxşıdır. Biraz da yəni belə gedib könül xoşluğundan gedib alası döyləndə. Bu nə idi? Bunu heç yemədim. Burgerdir nədir? Onu heç yemədim. Biraz o biraz kotlet dadırdı. Bunlar çox bərbad idi. Krevetkalı deyirlər, çox dadlıdır, amma heç də dadlı deyildi. Bunu vəbşə qəşəngdir. çox üzr istəyirəm. Hansıydı? Sen bunu yedin. Havyarlı. Çox üzr istəyirəm. Bunu getdim çıxartdım. Yəni uda bilmədim bunu. Getdim çıxartdım. Yəni çox bərbad. Neçə vermişdin Ləman? 115 32 manatı məndən ötürü çölə atılmış bir şeydir də. Yəni 32 manata gedib nə bilim Mamam deyir, necə 32 manata 2 kilo düşür. Mamam deyir ki 32 manata 2 kilo ət alardıq, kotlet qızardardıq, bozatma pişirərdik, Kotlet alır yeyərdik. da. Çox bərbad bir şeydir. Məsləhət görmürəm. Japon kültürünü bilmediğinizden mütevellit gelir bu. Mükemmel yemek. Bak gel bırak. Gel yakınlar. İyi belə. Bunu bak bunu bir de yiyip bununla beraber yesin çok teşekkür ederim. Yedim də onunla bərabər yedim. Hə, boş ver. Ağzında adı yox. Krevetkaya deyir ki, dadlı yox. Dadlı Krevet- yox. Yo, krevetka değil. O hiç biraz o Buranın şeydi. kısım yediğim mi? Oyda ağzının tadını Kısım yediğim değişmeli mi? yemin.
Nasıl ya? Sen niye elinle yiyorsun? Çubuk istifadə edemem. Mən niyə əlimlə yediyimi çəkdim? Arkası lazımında. Aynen Rana. Kabra. Gel. Sushi. Yiyir o. Yiyebilirsən sən də. Yiyebilirsen kızım. Bizdən bu da koy. O Git, krevet git qaldı. lan yanında otur. Çivik meleğim, çivik meleğim, çivik meleğim. Uy sene kurban olsun Bir dənə canım. bundan, bir dənə bundan. Bir dənə bundan yerim. Kızım. Yox, bunu tutmaq istəyirəm. Ye. Rana'nı bir defa aparmıştım sushi yemeye. Rana getirdi ama yemedi hiçbirini. Hamısını mənə yedirdi zorla.